tanrıçılıq bizim Albaniya dövründə də ən qədim tək Allahlı dinimizdir. Mən bunu sizə elə belə demirəm, bir alim kimi demirəm, amma bu işləri görən adam kimi. Mən Koreyadan tutmuş, nə bilim, Yunanistan'a qədər Türk xalqlarının olduğu hər yerdə Tanrı xan, Toru xan, Tangun, Koreyalıların baş Allahı. Tək Allahımız bizim tanrıçılıq. İndi bu İslamın yayılmasında da biz yalandan bir ayrı şeye göre Kızılış Müslüman değiller. Tanrıçılıq Azərbaycanın bütün yeri düzəngah yerlərində tək Allahlı din kimi İslamdan qabaq yayılmışdır. Və bizim görkəmli adamlarımız, dövlət adamlarımız, ondan sonra Dədə Qorqud qəhrəmanları, Peyğəmbərin gül yüzünü görüp gəlib İslam'ı yaymaq uğrunda mübarizə aparırlar. Ne için? Çünkü Allah Teala, Qüdrətli Allah bizim Tanrı xana uyğundur. Və qəbul elədi onu. İslamla, Allah Teala ilə tanışlıq yanaşır. Bu bizim fəlsəfəyə gedir bir tərəf. Tək Allahlı dinimizdir Türk'ün. İndi baxıram burada kitab, çox mən məmnun oldum. Turan Məhkürəsi və tanrıçılıq. Bu tanrıçılığı işləmək lazımdır. Bu tanrıçılıq bizim bütün şuurumuzda, felsefe bakışımızda, bizim Türk dünyasının birleşmesinde, düşünce tarzımızda çok, İslam'dan çok qabaqdır bu. Bunu biz araştırmalıyız. Ve araştıranda da bizim felsefe fikir, siz yaxşı bilirsiniz, ben ne diyeyim size, Hristiyanlıqda da, İslam'da da onun bir tarafı mənəviyyat, felsefeye gelir çıxır, görüşler. Ona göre de bu işlerin burada tədqiqat aparılmağı çok müsbət alınır. Ben çok müsbət qiymətləndirirəm ve belə baxıram, incimeyin bunun